Allah evi olmayan hər bir şəxsə ev qismət eləsin, dəyərli dostlarımız. Sizlərə bu günləri Masazır qəsəbəsinin əla bir yerindən əlyandımı qiymətinə sizlərə mülk təqdim edəcəm. Mülkümüz 5 otaqdan ibarətdir. Ara açılıb, pirdelka olunub, 4 otağı eləyiblər dəyərli izləyicilərimiz. 152 kvadrat metrdir. Evin ümumi kvadrat sahəsi 152 kvadratdır. 1.6 sotun üzərində inşa olunub. Dəyərli dostlarımız, mərtəbələr arası monolit betondur. Evin içərisində tam yaşayış var. Demək olar ki, evin içərisində qalacaq əşyalar mətbəxdir və kombi aparatı evin içərisində qalacaq. Həyətinə də bir ədəd avtomobil daxil etmək mümkündür. Evin yanına keçid etmək olur. Ev sahibi şəxsi əşyaların buraya yığıb, dəyərli dostlarımız. Kombi aparatının yeri tam olaraq ev tamamilə yaşayışlıdır. Masazır qəsəbəsinin əla bir yerindən, prospekt yolla 50 metr məsafədə. Qiymət isə 125.000 manat təşkil edir. Real müştərilərə cüzi endirim nəzərdə tutulub da böyük summa olunmayacaq. Yerdən 5 daş kürsüsü var. Bismillah eləyək, evin içərisinə daxil olaq. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Çox böyük bir dəhliz sahəsi var. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. İkinci mərtəbəyə qalxan pilləkən sahəsidir. Pilləkən altı kladovka. Kermogranit olan sahələr istipolla üzlənilib. Dəyərli dostlarımız, soldan başlayaq təqdimata. Solda yerləşir evin qonaq otağı. Çox böyük bir kvadrata malik qonaq otağı var və ikili qapı sahəsi də yaradılıb dəyərli dostlarımız. Pəncərəsi də modern üslubda inşa olunmuş. Pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır dəyərli izləyicilərimiz. 125.000 manat təşkil eləyir. Tavan sahəsi alçıbandır, gizli işıqlarla işlənilib. 152 kvadrat sahəsi var. Evin ümumi sahəsi 152 kvadratdır. 1.6 sot torpaq sahəsinin üzərində inşa olunub. Hal-hazırda qonaq otağı ilə tanış olduq. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaqdır. Tam təchizatdır. Bütün aksesuarlarına kimi yığılıb tamamilə hazır bir vəziyyətdədir. Alqı-satqı et, köç yaşa sizlərə bugünkü gündə mülk təqdim edirəm, dəyərli izləyicilərimiz. Evimizin mətbəx sahəsidir. Gözəl bir mətbəx mebeli yığılıb, pəncərəsinin qarşısında tamamilə açıq bir vəziyyətdədir. Bütün otaqların istilik sistemlərinin xəttinə kimi çəkilib hazırdır. Masazırın əla bir yerində Araz marketin arxa tərəfindədir. 50 metrlik məsafədə, prospekt yolla 50 metrlik məsafədə yerləşir. Keçək digər sahələrlə də sizləri tanış edin. Bir daha dəhlizin sizlərə təqdim edirəm. Çox böyük bir kvadrata malik dəhliz vasitəsi var. İkinci mərtəbəyə qalxan gözəl taxta pilləkən sahəsi yığılıb. Mərtəbələr arası da monolit betondur dəyərli dostlarımız. Pilləkən sahəsi beton üzərindən taxta işlənilib. Əl fuqurlarına kimi də vurulub tamamilə hazır bir vəziyyətdədir. İkinci mərtəbəyə qalxanda gözəl işıqlandırma və havalandırma üçün pəncərə sahəsi yaradılıb. İkinci mərtəbənin dəhlizindəyik. Dəhliz vasitəsilə otaqlara bölgülər yaradılıb. Ev sahibinin şəxsi əşyaları bura yığıldığına görə dəyərli dostlarımız, evimiz biraz dolu görsənə bilər. Təcili pul lazım olduğuna görə dəyərli izləyicilərimiz, evimiz 125.000 manata satışa çıxarılıb. İkinci mərtəbənin dəhlizindəyik. Dəhlizdən otaqlara bölgülərdir. Dəhlizin baş tərəfində yerləşir ikinci mərtəbəyə məxsus sanitar qovşaq. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Tam təchizatdır. Bütün aksesuarlarına kimi yığılıb tamamilə hazır vəziyyətdədir. Dəyərli dostlarımız, xırda bu otaqda yüngül aboy işi qalıb. İstəsəz öz istəyinizə görə aboy vurdura bilərsiniz. Bütün otaqların da istilik sisteminin xəttinə kimi çəkilib tamamilə hazır bir vəziyyətdədir. Burada yerləşir evin yataq otağı. Çox böyük bir kvadrata malik yataq otaqsı var. Pəncərəsi də öz həyətyanı sahəsinə baxır. Evimiz tam əşyasız olaraq satılır. Evin içərisində qalır mətbəx mebeli, kombi aparatı, sanitar qovşağın aksesuarları dəyərli dostlarımız. Səhifəmizdə nömrəmiz var, nömrə aktivdir, hər zaman buyurub zəng edə bilərsiniz. Və sonuncu yataq otağı ilə də sizləri tanış edirəm. Səhifəni bəyənib like etməyi unutmayın. Videoya sonuna qədər baxdığınız üçün çox sağ olun.